Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmiş avar-çəkmə üzrə Prezident Kuboku 2025 beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub. Şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanistan, Macaristan, Hindistan, Qazaxıstan, Qırğızistan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər. Şəhər sakinlərinin böyük coşku ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Aprelin 30-da Qarabağın daha bir dilbər güşəsi olan Suqovuşanda Prezident Kuboku 2025 beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1 və 2-sində Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində davam edəcək. Burada komandalar avar çəkmənin, kayak, kanoe və akademik növündən müxtəlif məsafələrdən mübarizə aparacaqlar. Mayın 2-sində Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak, kanoe və akademik avar çəkmə üzrə kuboklar sahibinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram av-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq. Xatırladaq ki, Prezident Kuboku reqatası ardıcıl 3-cü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib. Murad Adiloğlu, Banu Hüseynli, Səs TV.